Mayın 17-sindən 22-sinədək keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Bakını daha təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılması üçün qlobal müzakirələrin mərkəzinə çevirəcək. Bunu Bakı Kob evində keçirilən VUF-13 özəl sektor üçün məlumatlandırma sessiyasında BMT-nin məskunlaşma proqramının Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Anna Suayeva dedi. Azərbaycan üçün VUF-13-ə ev sahibliyi etmək xüsusi bir məqamdır. Bakı daha təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılması üçün qlobal müzakirələrin mərkəzinə çevriləcək. Bu məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı ili şəhərsalma və memarlıq ili elan etməsi ilə daha da güclənib. Şəhərlər insanların sağlamlığına, təhlükəsizliyinə, məhsuldarlığına və ümumi iqtisadiyyata təsir eləyir. Bununla yanaşı şəhərlər iqlim dəyişikliklərinə, enerji keçidinə, nəqliyyat ehtiyaclarına, kənd yerlərindən şəhərlərə köçə və sürətli texnoloji transformasiyaya cavab verməlidir. Şəhərləri yalnız memarlar, şəhərsalma mütəxəssisləri və idarəçilər formalaşdırmır. Onlar həm də bizneslərin hər gün şəhər mühitinə gətirdiyi ideyalar, innovativ həllər və investisiyalarla formalaşır. VUF-13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov bildirdi ki, Urban Expo sərgisində indiyədək 36 ölkə nümayəndəsi qeydiyyatdan keçib. Bizim BMT ilə müzakirələrimizin nəticəsi olaraq 30 minə yaxın iştirakçının bu tədbirə qoşulacağı gözlənilir. Qeydiyyat prosesi davam etməkdədir. Ümumiyyətlə tədbir iki istiqamətə bölünür. Dövlət başçıları, hökumət başçıları, bələdiyyə rəhbərləri, şəhər rəhbərləri, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri, akademiyalar, alimlər, memarlar, eyni zamanda da özəl sektor nümayəndələrinin iştirakı nəzərdə tutulur və bu istiqamətdə 400-ə yaxın 6 gün ərzində konferanslar, ikitərəfli görüşlər, dəyərli masalar baş tutacaqdır və tədbirin əsas, mən deyərdim, ikinci sütunu isə Urban Expo adlanan ərazisidir. Urban Expo 35 min kvadrat metri əhatə edir. Kiçik və Orta Biznes İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov vurğuladı ki, VUF-13 özəl sektor üçün yeni əməkdaşlıq və inkişaf imkanları yaradır. Onun sözlərinə görə forum çərçivəsində sahibkarlar, qlobal miqyasda fəaliyyət göstərən investorlar, şəhərsalma üzrə mütəxəssislər, texnologiya şirkətləri və beynəlxalq təşkilatlarla birbaşa əlaqə qurmaq imkanı əldə edəcəklər. Müasir dövrdə şəhərlərin inkişafı əlbəttə ki, yalnız dövlət siyasəti ilə məhdudlaşmır. Burada innovativ həllər, rəqəmsal texnologiyalar, yaşıl iqtisadiyyat, ağıllı şəhər infrastrukturu və dayanıqlı xidmətlərin formalaşmasında əlbəttə ki, özəl sektorun rolu da artır. Bu səbəbdən də şəhərlərin gələcəyinin formalaşmasında məhz sahibkarların, xüsusilə də kiçik orta biznes subyektlərinin fəal iştirakı xüsusi əhəmiyyət kəsb edir. İxracın və investisiyaların təşviqi agentliyinin icraçı direktorunun müşaviri Sevil Yahyayeva bildirdi ki, hazırda Ələt Azad İqtisadi Zonasında kargo kəndi yaradılır. Bu infrastruktur layihələri APEZ-in müxtəlif nəqliyyat növlərinin inteqrasiyasının təmin edilmiş strateji sənaye mərkəzinə çevrilməsi üçün mühüm perspektivlər yaradır. Azərbaycan artan nəqliyyat tranzit imkanları özəl sektor üçün mühüm üstünlüklər yaradır. Orta dəhliz boyunca formalaşan yeni iqtisadi reallıq, rəqəmsal həllərin gücləndirilməsi, logistika marşrutları və ticarətin asanlaşdırılması istiqamətində atılan addımlar regionun tranzit xəritəsini yenidən müəyyənləşdirir. Orta dəhlizin mühüm elementi olan Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma qabiliyyətinin 5 milyon tona çatdırılması, yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, fəaliyyət göstərən 9 beynəlxalq hava limanı Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı kimi rolunu daha da gücləndirir. Sevil Yahyayeva qeyd etdi ki, VUF-13 şəhərlərin gələcəyi, dayanıqlı inkişaf və özəl sektorun artan rolu ətrafında qlobal dialoqun daha da güclənməsinə, yeni ideyaların və konkret tərəfdaşlıqların formalaşmasına əhəmiyyətli töhfə verəcək.